niyə yazığım Gəl gəlməlidir? Dədəsi onu gəlmir. fikirləşmirsə, yazığı gəlmirsə bu Bala Heydər, mənim niyə Ya yazığım gəlməlidir? onu yazıq inanmırsan. Əsgərlik vaxtı sən yaydın ki, Fransada kef eləyirdi. Daşşağına dolayıblar bizi. Bala Heydərin sənə mənə yazığı gəlir ki, mənim ona yazığım gəlsin. Allahın olsun vəziyyət dəyişsə elə gənclikdəki villalarında Bala Heydər gətirsəydi Alyonanı mən də düzəldərdim zaten. Niyə də yox? Hamıya verir, bizə də versin də. Biz özgə deyirik ki, biz də Azərbaycanlıyıq da. Nəzərə Deməli, almalı. Elşad, sənin sözlərin tam sübut olundu ki, bunlar bir-birinin arvadlarını, gəlinlərini, bax belə o sistem belə qurulub da. Yəni Vallahi bir-birindən elədir. asılı, bir-birindən Bəli, qorxurlar, şantaj. Ta bəli. bu oyundan çıxmaq yoxdur. Bu oyundan sən təmiz çıxanmarsan. Çünki hamı poxun içindədir və Ona görə də hakimiyyətdə olanlar hamısı görmüsən qudalar hakimiyyəti. Bir-birinə qıtırıq verirlər, bir-birinin peysər oğullarını şey eləyirlər. Yəni hakimiyyətdə qıraq adam yoxdur. Ancaq qəhbələr, peysərlər, qudalar hakimiyyətidir. Bu da örnəkdir də. İlham Əliyev Azərbaycan xalqına doğrudan da böyük nümunə oldu. Mehman, sənin bilirəm işlərin çoxdur. Sənə çox suallar verib saatlarla danışa bilərəm, amma bu həftə səni çox bütün izləyicilərə anons verirəm. 3-cü buyur. serialın 3-cü hissəsi olacaq. Ən vacib və ən dəhşətli hissəsidir. Bunu qaçırmayın. Qaçırmayın. Deməli, bizlə 21-ci əsrin Koroğlusu, Qaçaq nəfisi, texnologiyalarla irəli gedən Mehman Hüseynovdur. Mən doğrudan da Mehmanın xətrini çox istəyirəm. Mehman, belə də səni gözləyirəm İsveçrədə. Gələrsən, Alyona kimilər var burada, sinifinə daxil olanlar. Səni gələ apararıq Bəlkə ora mən də kəndinə. öz bəxtimi tapdım. Bəlkə mən də öz bəxtimi. Bəlkə Alyonanın padruqasını zadı tapdın orada. Sən də bir prezident kürəkəni olmasa da bir Əli Nağıyevin kürəkəni olarsan inşallah. Əli Nağıyevin gəlinləri indi oradadır. Oğlanları da peysər kimi Londonda. Yox, bəlkə indi Əli Nağıyev, İlham Əli Nağıyevin gəlinlərini çağırır ki, gətir bura görməm onları. Amma məlumat var ki, Bala Heydər, yəni son 10 gündür İlham Əliyev efirlərə çıxmır. Bala Heydər görsənmir. Əli Nağıyev görsənmir. Dəqiqləşdirilməmiş məlumat var ki, Bala Heydər vəziyyəti pisdir. Bala Heydər hətta mən əminəm ki, bu məlumat düzdür, amma onu dəqiqləşdirməyə çalışırıq. İntihara cəhd eləyib. Mən əminəm ki, bu dəqiq məlumatdır ki, İlham Əliyev Əli Nağıyevin otağında döyüb, alçaldıb, amma bu bəs deyil. İlham Əliyev onu istəyirsən döy, alçalt, qapazda xeyri yoxdur. İkisindən biri istefa verməlidir. Ya Əli Nağıyev, ya İlham Əliyev. Yəni ən yaxşı Sonra halda. özləri bilər. Özləri bilər. Amma Əli Nağıyevi belə istefaya göndərsə, İlham Əliyev bu serialların davamı olacaq. Yəni serialların davamı nə zaman dayanar? Yaxşı, davamı da bu Santa Barbara kimi nə qədər gedir? Bu nə qədər qəhbəlik elib ki, bu nə qədər şeylər var. Sayı hesabı yoxdur. Bəs Azərbaycan ona görə maraqlı ölkədir ki, İlham Əliyevin orada gördüyü oğraşlığın sayı hesabı yoxdur. Yəni bu bilirsiniz niyə bu getdikcə böyüyür? Çünki insanlar, izləyənlər çoxalır, milyonlarla baxış, tanıyan var, cəsarətlənənlər var və artıq deyirlər ki, bizdə də. Bir dənə də sualım olacaq sənə Mehman, elə yaxşı dedin. Deməli, İlham Əliyevi bayaq deyirdin də, dəmir yumruq, sərkərdə falan filan belə Azərbaycan xalqının gözündə şişirdirdilər. Hansı ki, özü də dezertir olub, atası da dezertir olub, oğlu da dezertir olub. Sən açdın, qoydun ortalığa, Emin Hüseynova da təşəkkürlər ki, onun əskərlik zamanı çəkiblər ki, Fransada axranalarla kayf eləyir. Elə yeri gəlmişkən, Alyona Qancıqova ilə də orada tanış olub. Azər orada itələyib, buna tanış elətdirib. Yəni, bax, İlham Əliyevi bu milyonlarla sevən, dəstəkləyənlər hardadır? Bir 3-4-5 nəfər var da, o sabırsız girənlər. Məcburdular da, onlar da şantaj olunur deyə. Məcburdular ki, Mir Şahindir, Raufdur, nə bir iki dənə orada dağdadılar. Hanı bu millət, bu xalq əgər doğrudan da İlham Əliyevi dəstəkləyirsə, İlham Əliyevi sevirsə, bugün sosial şəbəkələrdə biz görərdik ki, sıradan bir vətəndaş çıxır deyir ki, bu belə deyir, niyə belə? Hanı bax bu milyonlarla İlham Əliyev
95-97% səs toplayan bir prezident. İlham Əliyev. Bu gün niyə qoruyanı yoxdur?